Futbolumuzun iki samballı adı, iki çəkili adı, ölkə çempionatları tarixində bütün yarışların iştirakçısı olan Qarabağ və Neftçi heç vaxt olmadığı qədər bir rəqabət mühiti yaranıb, bir gərginlik yaranıb. Baş verənlərlə bağlı elə ilk olaraq fikrin, mövqeyin mənə maraqlıdır. Qarabağ konkret olaraq Çempionlar Liqasındakı iştirakına görə Premier Liqada olan maçın təxirə salınmasında israrlıdır. Neftçi komandası isə konkret olaraq oyunun keçirilməsinin tərəfdarıdır. Bir gərgin durum yaranıb, bir mübahisəli durum yaranıb. Buna görə Neftçini qınayanlar var, Neftçini alqışlayanlar var, həmçində Qarabağı qınayıb alqışlayanlar var, anlayış göstərənlər var. Sənin fikrin, mövqeyin, düşüncələrin maraqlıdır. Sözün açığı hər iki tərəfin burada belə deyək də haqlı olduğu tərəflər var. Söhbət nədən gedir? Məsəl üçün, başlayaq Qarabağ tərəfindən. Bu sadəcə mənim öz subyektiv fikrimdir. Yəni, ola bilər ki, burada bizdə izləyənlər qatılsınlar və yaxud da qatılmasınlar. Məsəl üçün, məsələ nədən gedir? Məsələ ondan gedir ki, Qarabağ Azərbaycan futbol tarixinin ən önəmli oyununa çıxır. Bunu yadda saxlayaq. Zirvə oyunudur. Yəni, Azərbaycan futbol tarixinin ən önəmli oyununa çıxır. Bəlkə də bundan sonra Azərbaycan futbol tarixinin bundan önəmli qarşılaşması olmayacaq. Tək olsun inşallah. Tək olsun. Buna reallıq var. Yəni futbol reallığında bir daha bu nəticələrin təkrarlanması sözün açığı çox qəliz bir məsələdir. Bu Qarabağ reallığıdır. Digər tərəfdən Neftçi komandası da belə deyək də təbii ki öz maraqlarını fikirləşir, öz necə deyirlər, çempionatda vəziyyətini yaxşılaşdırmağı fikirləşir və onlar da bilir ki, yəni Qarabağ çox ağır oyundan gələcək, yəni təbii ki, istər-istəməz rotasiya olacaq, yəni yəqin ki, bunların hamısı fikirləşilib. Yəni hər iki tərəfin də, yenə deyirəm, haqlı olduğu məqamlar var. O ki qaldı, burada belə bir şey var, amma bunu da nəzərə almalıyıq. Qarabağın heyəti hal-hazırda Azərbaycan çempionatında ən geniş heyət deyə bilərik. Yəni, sırf Qarabağ sezon öncəsi planlar qurulanda, sırf UEFA Avropa səhnəsinə uyğun heyət qurur. Yəni, artıq 14 ildən çoxdur ki, səhv eləmirəmsə, komanda Ardızıl 12 ildir qruplarda çıxış elədiyinə görə heyət buna uyğun qurulur. Yəni, söhbət heyətin genişliyindən gedir. Amma burada bir məqam da var, mən onu da istəyirəm vurğuluyum. Söhbət nədən gedir? Ola bilər ki, Qarabağ tərəfi də fikirləşir ki, Newcastle kimi çətin səfər, üzr istəyirəm, ev oyunundan sonra Çempionlar Liqasıdır. Yəni, Avropanın, dünyanın bir nömrəli klub turniridir. Və son 24-lükdür. Hətta mən sizə deyim ki, biraz haşiyə çıxaq. Mən Newcastle-ın son oyunlarına baxıram. Belə baxıram ki, Qarabağın şansı da var ha. Yəni, belə yarı bəzən insanlarla bu barədə danışanda insanlar ciddi qəbul eləmirlər. Amma inandırım sizi, yəni Newcastle-ın son oyunlarına baxsaq, Newcastle-da çox ciddi problemlər var. Yəni son 3-4 oyununa baxsaq. Ona görə də, yəni belə deyək də, amma bir məsələ də var. Qarabağ Newcastle-dan sonra Neftçi ilə oynasa əgər, məğlub olsa, artıq aradakı xal fərqi səhv eləmirəmsə 7 olur. Və bu 7 xallıq fərqi aradan qaldırmaq, yəni çox da real görünmür. Nəzərə alaq ki, cəmi 14 tur qalır. Nəzərə alaq ki, kimlə 7 xal fərq var? Yadınıza gəlirsə, biz çempionatın əvvəllərində məhz bu studiyada Sabah komandasının oynadığı hər oyundan sonra qeyd edirdi ki, bu komandanın göstərdiyi futbol onun, belə deyək də, hər an, hər oyundan oyun keçdikcə siqnallar verir ki, bu komanda daha yaxşısını oynayacaq. Bu komanda daha yaxşısı oynayacaq. Və biz dediyimiz həmən o daha yaxşısı hər tur keçdikcə komanda üzərinə qoyaraq davam edir. Və məncə burada narahatçılıq nədəndir? O 7 xallıq əgər fərq olsa, bunu aradan qaldırmaq yəni çox çətin bir məsələ olacaq. Yəni ona görə də yenə deyirəm, burada hər iki komandanın öz
maraqları var. Bəzi azarkeşlər Neftçini qınayırlar ki, yox, yəni Qarabağa güzəşt olmalıdır. Bu da doğrudur. Amma biz Neftçi tərəfindən də məncə məsələyə baxmalıyıq.